test səni xərçəngdən qoruya bilər, amma çox qadın etdirmir. Heç bir əlamətin olmadan xərçəng ola biləcəyini bilirdin? Uşaqlıq boynu xərçəngi ən təhlükəli tərəfi illərlə əlamət verməməsidir. Amma yaxşı xəbər var. Skrininglə 100%-ə yaxın qarşısı alına bilər. Uşaqlıq boynu xərçəngi skriningləri hansılardır? 1. Pap smear testi. Uşaqlıq boynundan yaxma götürülür. Xərçəngə çevrilmədən əvvəl dəyişiklikləri tapır. Ağrılı deyil, 20-30 saniyə çəkir. Skrining 21 yaşdan sonra başlanır. 2. HPV testi. Xərçəngə səbəb olan yüksək riskli HPV tiplərini axtarır. Ən güclü skrining üsuludur. 30 yaşdan sonra tək başına və ya pap smear ilə birlikdə edilir. Bəs nə qədər tez-tez? 21-29 yaş arasında pap smear 3 ildən bir edilməlidir. 30-65 yaş arasında isə pap smear və HPV testi birlikdə 5 ildən bir edilməlidir. Ən böyük yanlış, şikayətim yoxdursa ehtiyac yoxdur deməkdir. Tam əksinə, skrining şikayət olmadan edilir. Elə indicə skrining müayinələr üçün randevu al və uşaqlıq boynu xərçəngindən qorumaq üçün ilk addımı et. Və bu videonu özün üçün saxla və bunu bilməyən bir qadına göndər.